Təbii ki. Olmaq. Bəli, davam edirik, hörmətli tamaşaçılar. Deməli, boşanmaq istəyənlər psixoloqa yönləndirilir. Bu haqda biz xəbərimiz var. Köməyə ehtiyacı olanların müraciət edə biləcəyi qurumlar da var və onlardan biri də bir çox hallarda, bəlkə də birincisi də Dost agentliyidir. Elə adından da göründüyü kimi agentliyin fəaliyyəti bir sıra vacib sosial xidmətləri özündə ehtiva edir və bu xidmətlərin effektivliyini artırmağa yönəlib və biz də mövzunu studiyamızın qonağı Dost agentliyinin hüquq departamenti müdürünün müavini Aydan Salıfova ilə müzakirə edəcəyik. Aydan xanım, xoş gəldiniz. Aydan xanım, artıq təxminən 6 ilə yaxındır ki, Dost agentliyi fəaliyyət göstərir. Bu müddət ərzində ki, heç də az müddət deyil, neçə vətəndaş müraciəti daxil olub və belə bir statistika varmı ki, ümumilikdə bu qədər vətəndaş müraciət edib, bu xidmətlərdən bu qədər faydalanıb və ümumi statistik məlumatlar olaraq bizə maraqlı olan məqamlar var. Təşəkkür edirəm. İlk öncə məlumat vermək istərdim ki, bildiyiniz kimi Dost agentliyi birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında formalaşdırılmış və 2018-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaranmışdır. Dost agentliyinin əsas məqsədi dost mərkəzlərində fəaliyyəti göstərmək, xidmətlərin təşkilini həyata keçirmək, dost mərkəzlərində xidmətlərin təşkilinə nəzarəti və daim onların fəaliyyətini təkmilləşdirməkdən ibarətdir ki, dost mərkəzləri yerlərdə xidmətləri vətəndaşlara təqdim edən xidmətlər şəbəkəsidir. Əlbəttə, 2019-cu ildən cari dövrədək dost mərkəzləri fəaliyyət göstərir. Vətəndaşlara sosial sahədə bir çox xidmətləri təqdim edir ki, ümumi statistikaya nəzər yetirdikdə, hazırki tarixədək 3 milyon 300 mindən çox artıq vətəndaş müraciəti sosial sahədə dost mərkəzlərinə edilmişdir ki, 2025-ci ilin ilk 2 ayına münasibətdə bu statistikaya biz baxdıqda xidmətlərin artıq 159 mindən çox olduğu müəyyən edilmişdir. Gündəlik statistikaya nəzər yetirdikdə isə dost mərkəzlərinə edilən müraciətlərin gündəlik statistikası 4200 müraciət civarında müəyyən olunmuşdur. Bildiyiniz kimi artıq dost xidmətləri mərkəzi Azərbaycanda Bakı şəhəri üzrə 5 dost mərkəzi fəaliyyət göstərir. Regionlarda biri Bərdə şəhərində yerləşməklə Qarabağ Regional Dost Mərkəzi, biri Abşeron rayonunda yerləşməklə 6 saylı dost mərkəzi, eyni zamanda Qarabağ Regional Dost Mərkəzinin Şuşa filialı Şuşa şəhərində yerləşməklə və Zəngilanın Ağalı istiqamətində Smart Dost məntəqəsi fəaliyyət göstərir ki, bütün müraciətlər 2025-ci ilin ilk ayı üzrə bu istiqamətdə müəyyən olmuşdur. Digər bir statistikaya nəzər yetirdikdə xidmətlərin gözləmə müddəti 2 dəqiqə 41 saniyə təşkil etmişdir və dost mərkəzləri tərəfindən xidmətlərin göstərilməsi müddəti isə 7 dəqiqə 28 saniyə civarında müəyyən olunmuşdur. Ümumiləşdirsək, dost mərkəzlərinə müraciət edən vətəndaşların xidmətlərdən məmnunluq göstəricisi isə 98,5% müəyyən edilmişdir bu müddət ərzində. Aydan xanım, qeyd etdiniz ki, bu müddət ərzində 3 milyondan çox müraciət olunub. Bilmək istəyərdik, elə tamaşaçılarımıza da maraqlı olar ki, müraciətlər əsasən hansı xarakterli olub? Yəni, məhz hansı problemlə üzləşən vətəndaş, belə deyək, dost mərkəzlərinə gəlir? Müraciətlərimiz Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə dair sosial xidmətlərin göstərilməsi istiqamətindədir. Belə ki, bu xidmətlər dost mərkəzlərində xidmət göstərilməsi siyahısı ilə bağlı Azərbaycan Respublikası Prezidentinin fərmanına təsdiq olunmuş siyahıda müəyyən edilmişdir. Vətəndaşlar əmək münasibətləri, sosial xidmətlər, sosial müavinətlər, əmək pensiyaları, sosial sığorta istiqaməti üzrə, eyni zamanda dost mərkəzlərində funksional yardımçı xidmətlər üzrə, məsəl üçün notariat xidmətlərinin təşkilidir, mediasiya xidmətlərinin təşkilidir, bu istiqamətdə müraciət ünvanlaya bilərlər və daha çox müraciətlər bu istiqamətlərdədir. Eyni zamanda mən vətəndaşların yalnız problemlə bağlı yox, eyni zamanda vətəndaşların müəyyən məlumat əldə etmək istəyi, mərkəzdə göstərilən xidmətlərlə bağlı, eyni zamanda müəyyən hüquqlara malik olduqda, həmin hüquqların həyata keçirilməsindən bağlı dost mərkəzlərinə müraciət etməsi və yaxud da imtiyazlara malik olduqda dost mərkəzlərinə müraciət etməsini
göstərə bilərəm ki, bunlar da sadaladığım kimi prezident təqaüdləri istiqamətində ola bilər, sosial müavinət, pensiya istiqamətində müəyyənləşdirilə bilər. Bir də ki, təbii ki, üstünlüklər barədə də danışa bilərik. Dost mərkəzinə müraciət etmənin üstünlükləri nədən ibarətdir? Bildiyiniz kimi, dost mərkəzləri Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılmışdır. Dost mərkəzlərinin əsas üstünlükləri xidmətlərin bir pəncərə prinsipi əsasında göstərilməsidir. Bu nə deməkdir? Bu özündə onu ehtiva edir ki, xidmətlər vahid məkandan, vahid sistemdən təqdim olunur. Bir məkandan Nazirliyin, Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətləri vahid məkanda toplanaraq artıq müxtəlif qurumlara, digər qurumlara müraciət etmədən, yalnız dost mərkəzinə müraciət edərək xidmətdən yararlanmaq imkanı verir. Kompleks şəkildə. Bəli, kompleks şəkildə. Eyni zamanda xidmətlər şəffaf şəkildə göstərilir. Yəni, vətəndaş müraciət edərkən xidmətin göstərilməsindən, prosedurun davamlılığından məlumatlı olur. Açıq-aydın şəkildə vətəndaşlar bununla bağlı prosesi izləyə bilirlər. Digər bir üstünlük burada qanunvericilik, qanuna uyğunluğun təmin edilməsidir ki, məhz dost mərkəzlərində qanunvericiliklə müəyyən edilmiş xidmətlərin vətəndaşlara göstərməsi həyata keçirilir. Eyni zamanda dost mərkəzlərində növbəllik, daha əvvəldə qeyd elədiyim kimi, uzun-uzadı müddətlərdə növbədə gözlənilmə vaxt itkisinə səbəb olur. Burada artıq minimuma endirməyə çalışılır. Eyni ilə də xidmət göstərilməsi müddəti, daha sonra vətəndaşların məmnunluğu təmin olunur ki, vətəndaşlar hər hansı bir süründürməçilik hallarına yol verilmir, şəffaf şəkildə xidmətlər göstərir ki, bu da daha sonra hər hansı negativ halların yaranması. Yəni, bir müraciətin dalınca düşməli olunurlar, vahid məkandan idarə. Bəli, vahid məkandan idarə olunur, mərkəzə müraciət etdiyi xidmət qəbul olunur, qanunvericiliklə müəyyən edilmiş müddət çərçivəsində də vətəndaşa cavab verilir. Aydan xanım, xidmətlərdən danışdınız, biz bilmək istərdik ki, daha dəqiq, hal-hazırda xidmətlər hansı istiqamətləri əhatə edir? Xidmətlərimiz əsasən əmək münasibətləri istiqaməti üzrə, eyni zamanda bölgülər verilir ki, hansı xidmətlər göstərilir, əlillik istiqaməti üzrə, sosial xidmətlər istiqaməti üzrə, əmək pensiyaları, sosial müavinətlər, Azərbaycan Respublikasının Prezidentinin təqaüdləri istiqaməti üzrə, sosial sığorta sahə üzrə, dövlət icbari şəxsi sığorta sahəsi üzrə, eyni zamanda övladlığa götürmə və himayədar ailə istiqaməti üzrə və funksional yardımcı xidmətlər istiqaməti üzrə vətəndaşlar dost mərkəzlərinə müraciət edərək xidmətlərdən yararlana bilərlər. Yəni, dost mərkəzində göstərilən xidmətlərə hansı dəyişikliklər edilib bugünə qədər? Qanunvericilikdə edilmiş dəyişikliklər özünü necə ehtiva edir? Bu da maraqlıdır. Bildiyiniz kimi, ən sonuncu dəyişiklik aparılan sosial islahatların nəticəsi olaraq 12 mart 2025-ci il tarixində həyata keçirilmişdir ki, bununla da dost mərkəzlərində göstərilən xidmətlərin siyahısı yeni redaksiyada təsdiq edilmişdir. Bu dəyişiklik nəinki özündə xidmətlər siyahısının yenilənməsini, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 387 nömrəli fərmanı ilə təsdiq edilən Dayanıqlı Operativ Sosial Təminat Agentliyinin nizamnaməsi, dost mərkəzlərində xidmət göstərilməsi qaydası, eyni zamanda daha əvvəldə qeyd etdiyim kimi xidmətlər siyahısının yeni redaksiyada təsdiq edilməsinə yönəlmişdir ki, ümumilikdə nizamnaməyə və xidmət göstərməsi qaydasına edilən dəyişikliklər qanunvericiliyə uyğunlaşdırma çərçivəsində həyata keçirilmişdir ki, bu da vətəndaşlara təqdim olunacaq xidmətlərin, bildiyiniz kimi, Dayanıqlı Operativ Sosial Təminat Agentliyi məhz dost mərkəzlərinin fəaliyyətini təmin etməkdən, o dost mərkəzlərində göstərilən xidmətlərin təkmilləşdirilməsi, hüquqi fiziki şəxslərə təqdim olunan xidmətlərin daha geniş kütləyə təqdim olunmasını özündə ehtiva edir ki, məhz nizamnamənin yenilənməsi, müəyyən müddəalarına qanunvericiliyə uyğunlaşdırma çərçivəsində dəyişiklik edilməsi də bunu özündə ehtiva etmişdir. Xidmətlər siyahısına edilən dəyişikliklər isə geniş miqyaslı dəyişikliklərdir ki, bu səbəbdən də məhz xidmətlər siyahısı yeni redaksiyada artıq təsdiq edilmişdir ki, burada, məsələn, daha əvvəlki siyahımızda Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə dair arayışların verilməsi xidməti mövcuddur ki, həmin xidmət artıq daha detallı, fəaliyyət istiqamətlərinə uyğun olaraq daha detallı təqdim olunmuşdur ki, məsələn, hər bir fəaliyyət istiqaməti üzrə, sosial müavinətlər istiqaməti üzrə arayışların verilməsi və yaxud da pensiyalar istiqaməti üzrə arayışların verilməsi daha vətəndaşlar dost mərkəzlərinə müraciət edərkən xidmət siyahısını nəzərdən keçirib hansı istiqamətdə arayışlar təqdim olunur, daha aydın məlumatlı olacaqlar. Bundan əlavə elektronlaşdırılmış bəzi
xidmətlərimiz vardır ki, artıq elektron qaydada həyata keçirilir. Onlar digər xidmətlərlə əvəz olunmuş. Məsələn, hamiləliyə görə müavinətin təyin edilməsi, əmək qabiliyyəti müvəqqəti itirməsinə görə müavinətin təyin edilməsi, bu xidmətlər artıq elektronlaşdırılmışdır, elektron qaydada həyata keçirilir. Eyni zamanda əmək pensiyaları üzrə payın ayrılması və yaxud da əmək pensiyasına, qulluq stajına görə əlavələrin təyin edilməsi, şəxslərin Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradıcılıq mərkəzlərinə qəbul edilməsindən bağlı müraciətlərin edilməsi, bunun kimi yeni xidmətlər əlavə edilərək xidmətlər siyahısı daha da təkmilləşdirilmişdir. Aydan xanım, mən çox üzr istəyirəm. Bilirsiniz ki, bizim qaynar xəttimiz var. 010-230-40-40 nömrəli qaynar xəttimiz və hal-hazırda tamaşaçımız sizə bir sual ünvanlayıb ki, nəvəsi 1-ci qrup əlildir, 2 az yaşlı bacı qardaşı da var, imtina gəlir sosial yardım almaq üçün. Elxan adlı tamaşaçımızdır, Xırdalandan yazır. Deyirlər ki, uşaqların anasının atasına məxsus Xaçmazda evi var, axı evin bunlara aidiyyatı yoxdur, vətəndaş nə etsin, necə alsın bu yardımı? Ehtimal olunur, vətəndaş ünvanlı dövlət sosial yardımı üçün müraciət edir. Bəli, dost mərkəzlərində göstərilən xidmətlər siyahısında da məhz ünvanlı dövlət sosial yardımı üçün müraciətlərin edilməsi, məlumatların verilməsi xidmətimiz mövcuddur. Daha dəqiq məlumatın əldə edilməsi üçün, daha dəqiq detalların müəyyən edilməsi üçün mən tövsiyə edərdim vətəndaş dost mərkəzlərinə yaxınlaşsın, daha dəqiq məlumatı... Yəni araşdırma lazımdır. Bəli, araşdırma lazımdır. Çünki ola bilər ki, daha dəqiq detallar məlumata əlavə edilməsi. Bəli, dost mərkəzlərinə yaxınlaşaraq məlumatı əldə edə bilərlər. Təşəkkür edirik sizə, Aydan xanım. Çox sağ olun. Sualları cavablandırdığınız üçün.